Xəstəliklər təsərrüfata ən çox ziyan verən amillərdən biridir. Xəstəlikləri vaxtında aşkar edib və onları aradan qaldırmaq lazımdır. Məsələn, göbələk xəstəlikləri ona aiddir, aspergilyoz. Bu isə havalandırma pis olanda, cücələrin atdığı nəm olan vaxtı əmələ gəlir. Bunları da aradan qaldırmaq üçün yeni antibiotiklərdən istifadə eləmək lazımdır. Parazit xəstəliyi koksidioz deyilən bir xəstəlikdir. Bu isə küməsdə nəmişlik olan vaxtı və vaxtında havalandırmanı düzgün verməyəndə bu xəstəlik yarana bilir. Metabolik xəstəlikləri vitamin çatışmamazlığından və suyun çirkli olmasından əmələ gəlir. Xəstəliyin qarşısını almaq üçün biotəhlükəsizliyə riayət eləmək lazımdır. Giriş-çıxış məhdudlaşmalıdır. Təsərrüfatın hər küməsin özünün paltarı, ayaqqabısı olmalıdır.